Mövla-i Muttəqiyana sual edirlər. Ya Əmirəl-Müminin, biz nə qədər dua eləyirik, duada görsən, bilmirik, nədəndirsə qəbul olmur duamız. Həzrət buyurur ki, neçə şərti var. Duanın ilk şərti budur ki, insan dua edib çağırdığı şəxsi tanımasıdır. Həzrət buyurur, o şəxsə ki, dua edirsiniz, siz onu tanımırsınız. Yəni, insan birinci bilməlidir ki, mən dua eləyir. Allahı tanımalıdır. Həzrət buyurur ki, ikinci şərti budur ki, qəlbin yuyulub təmizlənməsi, insanın ruhunun pak olmasıdır. Bəzən görürsən ki, təmizlənib, paklanıb gəlirlər, amma qəlbləri hələn pak deyil. Bu yaxında bir cavan gəldi, valideynləri ilə gəldi. İstədi Allaha tərəf üst tutsun və qumarı tövbə eləsin. Dedim, sən ancaq qumara tövbə elirsən? Dedi, bəli. Dedim, sən bu günlərim gəlmirsən, özünü allatma günəm. Əgər Allahın buyurduğu bütün haramlara tövbə eləyəsənsə, get tövbə eləcəksən. Dedi, mən çinmişəm, qusullanmışam, niyyətim də tövbə eləməkdir, amma qumara. Bu cürə tövbə ilə dedim, sən özünü allatmacınam. Bütün haramlara tövbə eləyəcəksənsə, onda ruhi cəhətdən get Allahla danış və tövbə elə. Yəni, insanlar elə başa düşürlər ki, zahiri paklıqla tövbə qəbuldur. Xeyr, insanın daxili aləmində ruhən, əgər Allaha üst tutmasa, tövbə eləməsə xeyri yoxdur. Odur ki, Mövla-i Muttəqiyan buyurur ki, insan qəlbini pak eləməlidir, qəlbində hazırlıq görülməlidir ki, gələndə Allah dərgahına, Allahın görüşünə qəlbi ruhla gəlməlidir. Bu günlərin biz gəlmişik məscidə ki, ibadət eləyək, cümən savabını qazanaq, Allahın kəlamından eşidək, Allahın huzuruna gəlməkdir, Allahın qonaqlığına gəlməkdir. Əgər ruhi cəhətdən paklığımız olmasa, bizim duamız qəbul olmayacaqdır. Və Həzrət buyurur ki, üçüncü şərti budur ki, qarşı tərəfin razılığını gənə qazanasan. Çünki bu iş olmasa, etdiyin duanın təsiri az olacaqdır. Və Həzrət buyurur ki, dördüncü şərt, nəhayət duanın qəbul olmasının şərti budur ki, bütün güc, qüdrət və bacarığından istifadə etməlisən, maksimum dərəcədə Allahla danışmalısan. Allahla danışıram, amma fikrin başqa yerdədir. Bu sənin duavın qəbul olmasının təsirin azaldar. İnsan gərək Allaha əl qalxızanda bilsin ki, hansı dərgaha əl qalxızır. Allah qarşısında durmaq, duada, hətta kövrəlmək duavın müstəcab olmasına gətirib çıxardacaq. Əgər insan əlindən gələn iş barəsində səhlankarlıq edib, duaya üst tutarsa, duası qəbul olmaz. Yəni, səhlankarlıq da gərək olmasın, Mövla-i Muttəqiyan buyurur. Həmçinin Həzrət buyurur ki, dua Allahı tanımaq, tövbə edib ruhunu təmizləmək, həm yaxşılı işlər görmək, həm də cəhd etmək, çalışmaq vasitəsidir. Mən dua eləyirəm, amma əməlimdə isə çalışmaq yoxdur, cəhd yoxdur. O duanın təsiri yoxdur.